Səidə Bəkir qızı. Amma deyim ki, Səidə xanımla biz uzun illər Dünya TV-də bir yerdə çalışmışıq. Müəllif proqramları olub. Səidə xanım amma xəbərlərin aparıcısı olub, redaktoru olub. Bəzən ümumiyyətlə xəbərlər departamentinə rəhbərlik deyildi. Bu deyim onu sizə. Özü də qız bürcüdür, yamandır Səidə xanım. Ay, sözünü. Səidə xanım haqqında danışdıqlarında dilim də topuq vurdu. Səidə Bəkir qızı deyir ki, məni heç kim işdən qova bilməz. Qoy görək ki, Səidə xanım hansı açıqlama verir. Tanınmış teleaparıcı Səidə Bəkir qızı aparıcısı olduğu verilişdə açıqlaması ilə diqqət çəkib. Milli Nöqtəz xəbər verir ki, jurnalist efirdə odlu alovlu çıxış edib. Əzizlərim, onun xarakteri budur. Məsələn, mən də tərəzi bürcüyəm, çox odlu alovluyam, o da tərəzindən qızlar qonşu bürcülərdir. O ümumiyyətlə biz bir yerdə çalışanda da o elə idi. Bir də görürdü, çıxırdı Dünya TV-də işləyəndə dəhlizə deyirdi ki, belə çağırdı mən, sarhoş. Tez deyirdim ki, ay qız yavaş, prezident buradadır, Dünya TV-nin rəhbəri buradadır. Yenidən proqrama qayıdan, yəni Milli Nöqtə az xəbər verir ki, jurnalist efirdə odlu alovlu danışıb, yenidən proqrama qayıdan aparıcı barəsində səsləndirilən işdən qovulub sözlərinə sərt cavab verib. Qələmini tərs tutan həmkarlarımı elə tutacaqsınız da, həmişə səhv yazacaqsınız da. Yenə də deyirəm, mən özümə hörmət edən adamam. Heç vaxt o şəraiti yaratmıram ki, kanal rəhbərliyi məni işdən qovsun. Kimsə məni işdən azad edə bilər. Müqavilə xitam verilə bilər. Yəni kimsə məni işdən qova bilməz, müqavilə xitam verilə bilər. Heç kim işdən qova bilməz. Ona görə də mənə çox özünüzə hörmət etməyə sizdən xahiş edirəm. Səidə Bəkir qızı, öpürəm sizi.